Uşaqlar Azərbaycanca, elə deyəsən Cənab Nazirinin öz çıxışında idi Təhsil Nazirinin ki, uşaqlar Azərbaycanca esse yaza bilmirlər filan. Bilirsiniz, mən orada da dedim, burada da deyirəm və buna əminəm. Çağ nə qədər texnoloji çağı olsa da, dil yeganə şeydir ki, o əsaslı və dəyişməz özürlərin əsasında formalaşır, dəyərlərin. Bunun fundamentində də folklor dayanır. Ədəbiyyat kontekstində deyirəm. Xalq ərazılığı dayanır. Və təhsildə kim olmağından asılı olmayaraq, xüsusən bir dövr ki var, deyək ki, 6-cı sinifə, 7-ci sinifə qədər olan təhsildə hökmən humanitar ədəbi yönü boş vermək olmaz. Sinifdən xaric oxu qismindəmi, hansısa şəkildə uşaqlar öz milli ədəbiyyatlarını, bu Azərbaycan ruhunu ifadə edən bayatıları, laylaları, folkloru, yanıltmazları əsaslı şəkildə bilməlidirlər. Və bunu hiss eləməlidirlər. Ona görə mən bunu üzümü Təhsil Nazirinə tutub, bu fikri orada səsləndirdim. Mən düşünürəm ki, o da bunu normal qarşıladı. İkinci məsələ, bu artıq forumda bilmirəm, səslənmədi, arada mən xatırlamıram. Onu buradan deyim. Amma mən bunu akademik Nizami Cəfərova və digər bizim dəyərli alimlərə dedim, privat söhbətlərdə. Azərbaycan orta məktəb dərsliklərində çağdaş dövr, müstəqillik illəri Azərbaycan ədəbiyyatı yaxşı əks olunmuyub. Bu əks olunmalıdır. Bilirsiniz necədir? Azərbaycan tarix etibarilə yeni dövrə qədəm qoyur, müstəqillik dövrünə. Necə ki, 30-cu illər Azərbaycan ədəbiyyatı, 60-cı illər Azərbaycan ədəbiyyatı, tez-tez deyirlər 60-cı illər nəsli. Bu illərdə eyni qədər şərəfli və eyni qədər vacib, eyni qədər də ciddi bir dövrdür. Necə ola bilər ki, müstəqil Azərbaycanın müstəqil məktəblisi, azad Azərbaycanın azad məktəblisi müstəqil illər Azərbaycan ədəbiyyatı ilə yetərincə tanış deyil. Təhsilin iki məqsədi olur. Savadlı vətəndaş yetişdirmək. Savad və vətəndaşlıq. Üçüncü məqsədi olmur. Təbii ki, yönündən asılı olaraq sonradan təhsil istiqamətləri dəyişir.